Salamlar, vaxtınız xeyir dostlar, hər birinizi xoş gördük yeni videoda. Əvvəlcə hamınızdan səs keyfiyyətinə görə üzr istəyirəm. Mikrofonum xarab olub. Amma yeni mikrofon gələnəcən də istədim ki, sizləri videosuz qoymayam. İnşallah ki, narahat olmazsınız. Videoya keçməmişdən əvvəl baş verən təyyarə qəzası ilə əlaqədar Türkiyə xalqına başsağlığımı bildirirəm. Allah həyatını itirənlərə rəhmət eləsin. Xatırladım ki, 11 noyabr tarixində C-130 kargo təyyarəsi qəzaya uğradı və içərisində 20 nəfər şəxsi heyət həyatını itirdi. Bu 20 nəfərin isə F-16-lara texniki dəstək göstərən şəxslər olduğu bildirilir. Allah hamısına rəhmət eləsin. Bizi Türkiyədən də izləyənlər çoxdur, hər birinizə minnətdaram. Bugün isə dostlar sizlərə yenicə aldığımız H-9B-yi hava hücumundan müdafiə sistemi haqqında danışmaq istəyirəm. Doğrudur, çoxlu yeni aldığımız silahlar paradda sərgiləndi, amma bunların hamısı bir videoya sığmaz. Həm də haqqında ətraflı məlumatlar verə bilmərəm. Ona görə də istədim ki, hamı haqqında ayrı-ayrılıqda videolar hazırlayam. Keçdiyimiz videoların birində sizlərə Çin-Azərbaycan əməkdaşlığı haqqında bir video hazırlamışdım. Həmin videoda bu əməkdaşlıq nəticəsində alınacaq silah sistemləri haqqında da bəhs etmişdim. Alına biləcək silah sistemlərindən də bəhs etmişdik ki, həmin videonu yuxarı yerləşdirirəm. İzləmək istəyənlər daxil olub izləyə bilərlər. Xatırladım ki, Çin ilə olan əməkdaşlığımız yeni deyil. Belə ki, daha əvvəl də planet sistemləri üçün raketləri məhz Çindən əldə etmişdik. Elə bu əməkdaşlığın meyvələrindən biri də H-9B-yi müdafiə sistemidir. 1980-ci illərdən başlayaraq istehsal olunan bu sistem ilk dəfə 1999-cu ildə hazır edilmişdir və 2001-ci ildən etibarən ordunun istifadəsinə verilmişdir. İxrac versiyası olan H-9B-yi birbaşqa adı ilə FD-2000 versiyası isə 1998-ci ildən etibarən istehsal edilir. Bu sistemin dəniz versiyası olan HH-209 versiyası da var ki, bu sistemlər əsasən Lanzhou sinfi freqatlarda quraşdırılır. Və bu sistemin raketlərinin mənzili 180 km, hündürlük olaraq isə 80 km olaraq qeyd olunur. Bir H-209 bateriyasına AESA radarı, komanda idarəetmə məntəqəsi, buraxılış qurğuları və köməkçi vasitələr daxildir. Bu köməkçi vasitələrə generatorlar, təkrar təchizat üçün yük maşını və aşağı hündürlüyə nəzarət etmək üçün radar daxildir. AESA radarının mənzili 300 km-dir. Bu sayədə sistem 100-ə qədər hədəfi izləyib, bunlardan 8-16 ədədini məhv edə bilir. Bu AESA radarı yüksək radioelektron mübarizə şəraitində effektiv nəticə göstərir. Xatırladım ki, istifadəmizdə olan S-300 PMO sistemlərində isə PES radarı var ki, bu texnologiya baxımından daha köhnədir. Bunun əvəzində isə AESA radarı 360 dərəcəlik situasiya xəbərdarlığı təklif edir. S-300 demişkən, 1990-cı illərin əvvəllərində Çin bu sistemi istehsal edərkən, eyni zamanda Rusiyadan S-300 PMO sistemlərini də tədarik etmişdi və qeyd olunur ki, Çin H-9 sistemlərinin dizaynında böyük ölçüdə S-300-lərdən və patriotlardan ilhamlanmışdır. S-300-ün bəzi texniki parametrlərindən və böyük ölçüdə dizaynından H-9 sistemində istifadə edilmişdir. Hər nə qədər S-300 ailəsinin ögey bir üzvü olsa da, H-9 sistemi texnologiya baxımından daha irəlidədir. Xüsusilə 2-ci Qarabağ müharibəsindən və Ukrayna müharibəsindən sonra S-300 sistemləri şöhrətini itirməyə başladı. Belə ki, bu sistemlər artıq dronlara qarşı effektiv deyildilər. Xatırlayırsınızsa, 2-ci Qarabağ müharibəsində ermənilərə məxsus S-300 sistemlərini harplarla məhv etmişdik. Və bütün bu təcrübələrdən nəticə çıxararaq Azərbaycan da S-300 parkını yeni nəsil Çin müdafiə sistemləri ilə yeniləməyə çalışır. Bir H-9 bateriyasına 6-8 ədəd buraxılış qurğusu daxildir ki, bu buraxılış qurğularının hər biri də 4 və ya 6 ədəd raketlə təchiz oluna bilir. Raketlərin mənzili 6 ilə 200-250 km arasında dəyişir. Hündürlük olaraq isə bu göstərici 500 ilə 30 min metr arasındadır. Amma sistemin orijinal versiyasında, orijinal H-9 versiyasında isə bu göstəricilərin məsafə olaraq 300 km-yə qədər, yüksəklik olaraq isə 50 km-yə qədər olduğu bəzi mənbələrdə qeyd olunur. Bildiyiniz kimi, elə silah sistemləri var ki, onların orijinal versiyalarında göstəriciləri daha yüksək olur, ixrac versiyalarına nisbətən aşağı olur. Bunun bir neçə səbəbi var. Belə ki, ilk olaraq istehsalçı ölkə istəmir ki, texnologiyası tamamilə
xaricə çıxsın, xarici ölkələrdə tanınsın. Əsasən yerli orijinal versiyalarda bütün texnologiyadan istifadə olunur. İkinci olaraq da həmin istehsalçı ölkə bu silah sistemini satdığı müttəfiqlərin və ya digər ölkələrin daha güclü silah sistemlərinə sahib olmasını istəmir. Çünki bu sayədə bölgədə güc balansı pozula bilər. Əlavə olaraq da elə beynəlxalq razılaşmalar var ki, bu razılaşmalar silah sistemlərinin ixracat versiyalarının mənzilini, parametrlərini məhdudlaşdırır. Sistemin raketləri dizayn baxımından Sovetlərin 48 N6 və 5V55 raketlərinə bənzəyir. Çəkisi 2 tona yaxındır. Daşıdığı döyüş başlığı isə qəlpələnəndir və onun da çəkisi 180 kq təşkil edir. Bu raketlərin uzunluğunun orijinal versiyalarda 6,8 metr, inkişaf etmiş modellərində isə 9 metrə çatdığı bildirilir. Orta və uzun mənzilli H-9BY sistemi qanadlı raketlər, idarə olunan raketlər, təyyarələr və helikopterlərə qarşı effektivdir və Çinin 3-cü nəsil müdafiə sisteminin qabaqcıl nümayəndəsi hesab edilir. Eyni zamanda Çinin ilk taktiki ballistik raketləri məhv edən sistemi olaraq da tanınır. Bu sistem yüksək radioelektron mübarizə şəraitində və düşmənin çoxlu sayda hava hücumu vasitələrini tətbiq etdiyi şəraitdə belə yüksək effektivlik göstərə bilir və istənilən hava şəraitində gecə və gündüz müxtəlif əməliyyat yüksəkliklərində hədəfləri məhv edə bilir. İstehsalçının sözlərinə görə bu müdafiə sistemi 1 ilə 18 km arasında idarə olunan raketləri, 7 ilə 15 km arasında qanadlı raketləri, 7 ilə 25 km məsafədə isə ballistik raketləri məhv edə bilir. Azərbaycan bu sistemin 4-cü beynəlxalq tədarükçüsü olacaq. Xatırladım ki, daha əvvəl Mərakeş 2023-cü ildə bu sistemləri əldə etmişdi və onları Əlcəzairin Su-30 və İskəndər sistemlərinə qarşı müdafiə üçün sərhədlərə yerləşdirmişdi. Daha sonra Pakistan və Misir bu sistemləri əldə etdi. Eyni zamanda Əlcəzair və Özbəkistan da bu sistemlərlə yaxından maraqlanır. 2024-cü ilin may ayında sistemin təqdimatı zamanı bu sistem simulyasiya edilmiş Hindistan istehsalı Brahmos supersonik raketini zərərsizləşdirdi və bundan sonra bu sistemi olan maraq daha da artdı. Çin bu satışlar vasitəsilə Avropa, Yaxın Şərq və Mərkəzi Asiya dəhlizinə daxil olmaq və beləcə öz bazarını genişləndirmək istəyir. Çünki hal-hazırda Ukraynadakı müharibə səbəbindən Rusiya artıq öz etibarını itirməyə başlayıb və Çin də buna istifadə edərək öz müştərilərini çoxaltmağa çalışır. Ölkəmiz bu sistemləri almaqla Rusiyanın sanksiyalara məruz qalan tədarük zəncirindən xilas olacaq və Türkiyə, İsrail, indi də Çin vasitəsilə öz hərbi sənayesini şaxələndirəcək. Hətta davam edən əməkdaşlıq çərçivəsində gələcəkdə H-17A və L-80 kimi müdafiə sistemlərinin də Azərbaycanda montajı həyata keçirilə bilər. Amma bu sistemin əldə olunması müəyyən qədər inteqrasiya problemi yarada bilər. Belə ki, bizim istifadəmizdə olan müdafiə sistemlərinin bir hissəsi Rusiya istehsalı silah sistemləridir və bu sistemlərdə əsasən Rusiya platformaları üçün optimallaşdırılıb. Ona görə də Çin sistemləri ilə Rus sistemləri arasında biraz inteqrasiya problemi yarana bilər. Amma ki, bu sistemlər əldə olunubsa, yəqin ki, bu problemlər gözə alınaraq əldə edilib və düşünürəm ki, bu problemlər o qədər də ciddi problemlər olmayacaq. Amma H-9BY sisteminin Türkiyə və Qərb platformaları ilə asanlıqla inteqrasiya oluna biləcəyi, nəticə olaraq isə radar məlumatlarının geniş şəbəkə vasitəsilə paylanaraq çoxmillətli bir müdafiə şəbəkəsinin yaranacağına zəmin yarada bilər. Bu müasir sistemlərin əldə olunması bölgədə güc balansını bizim xeyrimizə dəyişə bilər. Beynəlxalq arenada S-400 sistemi ilə müqayisə olunan bu sistem AES radarı, təkmil yanğın nəzarət sistemi və müasir texnologiyalar sayəsində ölkəmizin hava məkanının qorunmasını etibarlı bir şəkildə təmin edəcək. Və inanıram ki, gələcəkdə Çin ilə əməkdaşlığımız nəticəsində silah sistemlərimiz bütünlüklə yenilənəcək. Çünki Çin bazarı büdcə dostu bir bazardır. Belə ki, Çin sənayesi bahalı, əldə oluna bilməyən silah sistemlərinin ucuz, keyfiyyətli bir alternativini təklif edir. Sağ olsunlar, başqa ölkələri yeni silah sistemləri yaratmaqlarına peşman edirlər. Belə ki, hansısa bir ölkə silah sistemi bir istehsal etsə, dərhal onlar da onun bir kopyasını yaradırlar. Bu təkcə hərbi sənayedə deyil, məişətdə belə Kitaysk dediyimiz məhsullar çoxluq təşkil edir. Allah saxlamışlar, orijinal iPhone 17 çıxmamışdan onun Kitaysk'ını yaratdılar. Hər nəysə dostlar,
İnanıram ki, bu müdafiə sistemləri ölkəmizin səmasını təhlükələrdən effektiv bir şəkildə qoruyacaq. Bəs siz bu barədə nə düşünürsünüz? Sizcə H265 sistemləri S300 sistemləri ilə müqayisədə daha yaxşıdırmı? Bu barədə fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Videonun sonunda isə bir şey qeyd etdim ki, dostlar, Sərxan adlı bir qardaşımız da öz YouTube kanalında bu cür hərbi analitik videolar paylaşır. Əgər dəstək olmaq istəsəniz, onun səhifəsinin adını da bu videonun başlıq hissəsində yerləşdirəcəm. Hal-hazırda ekranda görürsünüz. Daxil olub, ona da abunə olub dəstək ola bilərsiniz. Və əgər mənə də kiçik bir məbləğdə dəstək olmaq istəyirsinizsə, yuxarı linkdən daxil olub, sadəcə bir kofe almağınız bəs edir. İzlədiyiniz üçün minnətdaram və gələn videolarda görüşənədək hələlik.